25 yaşım var. 2 yaşında körpə uşağım var, atası türmədədir. Mən gəlmişəm dərdimi deməyə. Polis mənə bir itələtmə vurdu ki orada. Əlimdən də telefonu aldı. Mən haqqımı tələb eləyirəm. Xahiş eləyirəm, çıxsın, bizim yanımıza çıxmasın. Oradan çıxsın, desin ki dərdimiz nədir? El bilir ki sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən. Ayrılarmı könül candan? Azərbaycan hazır ol. 88 yaşında. Mən də gəlmişəm. Diyarı qəbul edəcək. Mən ondan sosial istəmirəm. 200 manat, 100 manat mənə sosial verəcək. 100 dənə kişiyə başıva dönüm dedizdirəcək. İstəmirəm onun sosialı. Mən ondan xahiş edirəm. Mənə sığınacaq versin. Mən o yetimi orada yararlı yox ha, yararsız övlad kimi böyüdürəm mən. Yararsız. Vətənə yararsız bir uşaq böyüdürəm mən. Sabah da o gələcəyin anasıdır. Sabah da onun övladı olacaq. Topdur. Millət burada topdur. O ana ona atır, bu buna atır. Yekə adamlarsınız. Formalarına da heç hörmət qoymurlar. Çıxsınlar. Valla anama bir itələtmə vurdu. Arvadın üstündən keçdi. Bu nə deməkdir? Bu hansı qanundur? Erməni bayrağı götürək keçək ermənilərə sarı biz. Bu nə dövlətdir? Biz buradan dövlətdən imtina eləyək biz.